Lənkəranda təbii qazdan istifadə edən abonentlər səhər saatlarından etibarən mavi yanacaqdan istifadə edə bilmirlər. İndiki dəqiqələrə qədər qaz təchizatında yaranan uzun müddətli fasilənin səbəbini əməkdaşlarımız öyrənməyə çalışıblar. Bugün səhər 9:00 radələrindən etibarən Lənkəran şəhərinin mərkəzinə, eyni zamanda Şilavar və digər kəndlərinə mavi yanacağın verilməsi dayandırılıb. Soyuq qış günlərində əhaliyə verilən təbii qazın heç bir xəbərdarlıq edilmədən kəsilməsi abonentlərin narazılığına səbəb oldu. Elə həmin vaxtdan televiziyamıza qaz təchizatının qəfil dayandırılması ilə bağlı daxil olan zənglərə cavab olaraq Lənkəran Regional Qaz İstismar İdarəsinin rəis müavini ilə telefon əlaqəsi saxladıq. O, Lənkəran qaz paylayıcı stansiyasında qəza olduğunu bildirdi. Əməkdaşlarımız hadisə yerinə ezam olunaraq ərazidə aparılan işlərlə yaxından tanış oldu. Çəkiliş qrupumuzu qarşılayan idarənin Lənkəran xidməti sahəsi üzrə rəis müavini Anar Rzayev bildirdi ki, səhər saatlarında mavi yanacağın qəfil dayandırılmasına səbəb 11.000 abonenti mavi yanacaqla təmin edən qaz ötürücü qurğunun sıradan çıxması olub. Dərhal əraziyə Lənkəran Regional Qaz İstismar İdarəsinin qəza xidmətinin əməkdaşları cəlb olunub. Abonentləri tez bir zamanda mavi yanacaqla təmin etmək üçün işlərə başlanılıb. Lənkəran qaz paylayıcı stansiyadan, yəni qəbul etdiyimiz daşı kəmər üzərində 200 markalı qaz tənzimləyici qurğu sıradan çıxmışdır. Yəni qısa bir müddətdə, yəni hal-hazırda işçilərimiz indi çalışır. Yəni qısa bir müddətdə qəza aradan qaldırmaq üstə səylərini göstərirlər. Rayonun qaz təchizatında planlı şəkildə yaranan fasilələrin hansı ərazidə aparılan təmir işləri ilə əlaqədar olduğu barədə əhaliyə məlumat verilirdi. Anar Rızayeva növbəti sualımız bu oldu ki, qəza baş verən andan bir neçə dəqiqə sonra əhaliyə niyə xəbərdarlıq olunmadı? Ümumi nəsə bir problem olanda biz mütləq, yəni bizim yerli icra orqanlarına məlumat veririk. Ancaq qəza heç vaxt planlaşdırılmır. Qəzalı, yəni baş verildikdə, yəni ki, dərhal biz də çalışırıq ki, qəzanı aradan qaldıraq. Əlbəttə ki, qəza qaçılmazdır. Qaz təchizatında baş verən hər hansı bir qəzadan sonra qazın kəsilməsi başa düşülən haldır. Amma bir halda abonent bundan xəbərsizdir. Təcrübəyə əsaslanıb demək olar ki, qəza baş verən ərazilərdə qısa müddətli təmir işləri aparılmır. Yəni qəzalar nəticəsində yaranan uzun müddətli fasilələr səbəbindən əhali təbii qazdan istifadə edə bilmir. Bu zaman əhalini adi günlərdə olduğu kimi məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri var. Bunun üçün əlaqədar qurumlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsələr yaxşı olar. Bir halda ki, müştəri həmişə haqlıdır. Eyüp Məmmədov, Elnur Ələkbərov, Şahin Nurullayev, Lənkəran.